Ne olub, ağa bala? Niye məni çağırmısan? Bunu bil ki Zəhra xala, mən bu qulubun direktoruyam. Siz ise burada qasırşasınız. Yaxşı, qışqırma, qışqırma. Xala, əgər sən bir də mənim sözümü kəsib, intizamı pozsan, sənə töhmət elan edərəm. Sən bu sözləri Gülzar xalana da demişsən. Qulubda xala çoxdur. Bacaoğluysa bir dənədir. Bir dənədir, bəs Riza? Bir həmin, bircə onu yuxudan oyat, yoxsa deyilənləri eşitməz. Rıza! Rıza! Sizə bildirməliyəm ki, sabah qulubumuza xüsusi bir komissiya gəlir. Öz fəaliyyət dərrəklərimizin işlərini kökündən yoxlayacaqlar. Neysə, işlərimizə baxacaqlar. Budur. İşləri gücləri qutarıb, niyə baxacaqlar? Niyə baxacaqlar, yox, nəyə baxacaqlar? Bəli, yaman yerdə axşamladıq. Bugün akşam? Yaxşı, sabah, sabah! Ne var? Ne var? Vallahi heç başa düşə bilmirəm ki, niyə bizim qulubumuz cəmaatın xoşuna gəlmir? Biz nə eləyə bilərik, ağa bala? Heç utanırsınız. Dedim qohum akrabadır. Bədəyaqda dadıma çatarlar. Buna görə də mən sizi öz qulubuma işə götürdüm. Kimi işten götürürler? Seni! Beni Ha. ve seni. Səsinizi kəsin! Təcili tədbir görməliyik ki, sabah qulubda öz fəaliyyət dərnəkləri olsun. Fikirləşin! Hamınız fikirləşin! Hələ program devam edir. Qulubun faalları, Hüseyin bacıları bu saat öz maharətlərini göstərəcəklər. Nə səs güdü bugün sizdə Gülcahan? Toydu bizim evimizdə Gülbadam. Oğlun Əhməd toy eləyir Gülcahan. Yox canım, babam evlənir Gülbadam. Baban evlənir, Babam evlənir 90 yaşında. 90 yaşında. Doğrudan evlənir, Canım üçün evlənir. gəlin də oynayaq, Çalıb həm oxuyaq, gəlin də oynayaq, çalıb həm oxuyaq. gəlin də oynayaq, çalıb həm oxuyaq.